Bəs fitrə kimə verilməlidir? Fitrəni və ya zəkatın 8 nəfərə verilməsi barəsində Allah Teala Quranda ayət buyurur. Əlbəttə mənim sizə verəcəyim bu məlumatlar müxtəsər, yuvarlaq məlumatlardır. Çünki bunlar hüquqi, iqtisadi məsələlərdir, çox geniş mövzulardır. Mədrəsələrdə bunu biz dərs alanda və yaxud da ki, dərs oxuyanlar aylarla bu mövzuları oxuyurlar, müstəqil elmdir. Mən isə burada sizə bunlar barəsində qısa məlumat verəcəm. Fitrə verilməlidir fəqirə, miskinə, köləyə, əskərə, borclu adama və s. Fəqir kimdir? Fəqir kimə deyilir? O adam ki, onun gündəlik qazancının gündəlik ehtiyacının yarısından az miqdarını əgər qazana bilirsə, bu adam fəqirdir. Əgər bir insanın gündəlik ehtiyacının yarısından çoxunu qazanırsa, bu adam miskindir. Bunlara fitrə zəkatı vermək olar. 10 manat gündəlik lazımdır. Fəqir 2 manat, 3 manat, 4 manat qazanır. Miskin 6-7 manat qazanır. 10 manatı tamamlaya bilmir və bunlar misal olaraq deyirəm. Bu şəxslər fitrə qəbul edə bilərlər. Bir də kölə. O adam ki, onun sahibi onu əsirlikdən və ya köləlikdən azad etmək üçün ondan pul tələb edib 100 il bundan qabaqcan, yəni Azərbaycanda kölələr olub, sonradan yəni ləğv olub, azalıb olan yerlər də var Afrikada və s. Kölə bazarları da var imiş Afrikada. Mən də bu yaxınlarda bilmişəm. Müxtəsər, o kölənin azad olunması üçün bir qiymət deyilibsə, onu azad etmək üçün pul verə, ona fitrə zəkat verə bilərik. Digər bir şəxs borclu adamdır. Ziyan eləyib, dükanında, işində, Allah göstərməsin, evində yanğın olub, əmlaki əlindən çıxıb, bankrot olub, ziyana düşüb, hacca gedib, ziyana düşüb, pulunu itirib. Pul qazanmağı bir adam, məsəl ki, xaricə gedib, sənədlərini itirib, pulunu itirib, Allah bütün qəribdə olan qardaş bacılarımıza yardım eləsin. Bu şəxsləri borcdan qurtarmaq üçün, o vəziyyətdən qurtarmaq üçün fitrə və zəkat vermək olar. Əgər bir adam borca haram şeydən düşübsə, məsəl üçün dükanı var, dükanı ziyan eləyib, amma orada içki və s. bunun kimi haram şeylər də satıb onun ticarəti ilə məşğul olsa, o adama fitrə zəkat vermək olmaz. Və yaxud da ki, şərəfli bir adam, şərəfli bir nəsildən, bir alimin, xalq üçün öndər olacaq biləcək bir nəsildən, imkanı olduğu vaxtda xalqın qayğısına qalan bir şəxs nüfuzunu qorumaq üçün o iş tapana qədər, işlər düzələnə qədər belə bir şəxsə də fitrə və zəkat vermək olar. Əskərə, o əskər ki, öz malı ilə cihad edirsə, həm özünə, həm ailəsinə zəkat vermək olar, fitrə də vermək olar. Yox, əgər geyimini, yeməyini, maaşını, ailəsini dövlət təmin edirsə, ona fitrə zəkat vermək olmaz. Haşim və Müttəlib nəslini alan Peyğəmbərimizin özünün və əmlərinin nəslindən gələn Ali Muhammed, Peyğəmbərimizin Ali, salavatullah salamu aleyhim əcməin, onlara zəkat vermək olmaz. Çünki Peyğəmbərimiz Aleyhisselam buyurur ki, mənim nəslimə, alimə zəkat düşmür. Amma Peyğəmbər Aleyhisselamın nəslindən gələn seydlər, şəriflər, haşimilər və s. İslam dövlət quruluşunda Beytülmaldan, dövlət büdcəsindən onlara maaş bağlanmalıdır. Əgər indiki dünyadakı, dövlətimizdəki quruluşda seydlər, şəriflər, Peyğəmbərin ali, sırav vətəndaşlarla eyni hüquqlara malikdirsə, xüsusi imtiyazlar yoxdursa, onların dolanışını təmin etmək üçün onlara fitrə zəkat vermək caizdir, icazəlidir. Dilənən adam öz dili ilə gəlib istəyirsə ki, mənə yardım elə, Allah rızası üçün, orada ixtiyar verilir adamın özünə, qəlbi ilə baxacaq o adamın durumuna, vəziyyətinə. Əgər həqiqətən bu dilənən adamın, istəyən adamın zəkata müstəhəqdirsə, zəkat buna vermək olarsa, onu araşdırmaq, soruşturmaq ehtiyac yoxdur, şahid axtarma ehtiyac yoxdur. Çünki qəlbin vəziyyət sənə xəbər verir ki, bu adam həqiqətən ehtiyac əhlidir. Yox, əgər o səndən dilənən adam sui-istifadə edirsə vəziyyətdən, sən qəlbin də, vəziyyət də, dünya görüşündə sənə düşünməyə imkan verirsə ki, bu adam fırıldaqçıdır, ona vermək olmaz. Bəli, bu saymış olduğum kateqoriyaya aid olan insanların içində fitrə
verilməli adam birinci qohumlardır. Sonra qonşularda varsa qonşulardır. Sonra yaşamış olduğun kənddə, qəsəbədə, rayonda varsa onlardır. Yox, əgər bu fitrəni və ya zəkatı alacaq haqq sahibləri yoxdursa, kənar rayonlara, kənar İslam bölgələrinə verməyə icazə vardır. O qoca kişilərin bir tabiri var idi, deyirdilər ki, evdə qalıb kənara haram deyirdilər. Haram deyilsə də, amma birinci yaxınlardan saydığım tərtibat üzərində yaxınlardan başlayıb bu qayda üzərinə fitrə çıxarılmalıdır. Uşağa zəkat vermək olarmı və yaxud dəliyə zəkat vermək olarmı? Uşağa və dəliyə birbaşa özlərinə zəkata layiq olsalar da vermək özlərinə olmaz. Onların vəlisi, himayədarı kimdirsə, onlara vermək olar ki, uşaqlar üçün və uşaq üçün və dəli üçün xərclənsin.